26-cı testə baxırıq. Nümunəyə əsasən cədvəldəki doğru fikirləri müəyyənləşdirmək lazımdır. Şəhər kənarında gəzərkən sinif yoldaşım Zaurla rastlaşdım. Cümləni sintaktik təhlil edirik. Rastlaşdım xəbər. Kimi rastlaşdım? Mən mübtəda cümlədə yoxdur. Rastlaşdım kimlə? Zaurla tamamlıq. Hansı Zaurla? Sinif yoldaşım təyin. Nə vaxt rastlaşdım? Şəhər kənarında gəzərkən, bu da zərflik. Mübtəda cümlədə yoxdur. Baxırıq, doğru. Həm təsriflənən, həm təsriflənməyən feil işlənib. Bəli, gəzərkən ərkən feili bağlamadır. Rastlaşdım isə xəbər şəklidir, təsriflənən feildir. Yəni, cümlədə həm təsriflənən, həm təsriflənməyən feil işlənib. Ona görə bu fikir doğrudur. İkinciyə, belə cədvəllə işləyəndə əvvəlcədən heç nə götürmürük. Sadəcə başlığı da unuduruq, doğru, yanlış olduğunu da unuduruq. Sadəcə verilən hökmlər düzdür, yoxsa səhvdir, bunu araşdırırıq. Yəni, başa uyğun olaraq cavab götürmürük. Doğrudur. Keçirik ikinciyə. Nümunədə bütün nitq hissələrinin həm leksik, həm də qrammatik mənası var. Burada Zaurla sözündə la qoşmadır və köməkçi nitq hissəsi olduğuna görə onun leksik mənası yoxdur. Deməli, bu səhvdir. Feillər qayıdış növdədir. Rastlaşmaq sözündə və gəzərkən sözünün heç birində qayıdış növünün şəkilçisi yoxdur. Il-ın ona görə səhvdir. Keçirik yanlış sütundan. Nümunədə ismi birləşmə işlənib. Bəli, burada sinif yoldaşım ismi birləşmədir. Ona görə hökm düzdür. Mənsubiyə şəkilçili sözlər var. Bəli, sinif yoldaşı sözündə ım. Bir daha da şəhər kənarı sözündə də ı. Deməli, mənsubiyə şəkilçili sözlər var, düzdür. Nümunədə işlənən feillər quruluşca düzəltmədir. Baxırıq bura, rastlaşdım, rast sözündən rastlaşmaq düzəltmədir. Amma gəzərkən sözündə gəz sözün kökü arkan qrammatik şəkilçidir. Biri düzəltmədir, biri sadə. Hər ikisi düzəltmə deyil. Ona görə bu hökm səhvdir. İndi nəyə götürəcəyik? Doğru sütunundan düzləri, yanlış sütunundan isə yanlışları. Doğru sütununda 1 düzdür, yanlış sütununda isə səhvdir 6. Ona görə cavabımız olacaq 1, 6.